Trump İranda hərəkətə keçir, vacib toplantının keçirildiyi və baş tutduğu bildirilir. Belə ki, Birləşmiş Ştatlar prezidenti Donald Trump yaxın günlərdə Vaşinqtonun İranda ölkə boyu davam edən etirazlara mümkün reaksiyalarına dair qapalı məruzə alacaq. Bu barədə Wall Street jurnalı məlumat yayıb və administrasiyadakı mənbələrə istinadən belə bir məlumat verilib. Məlumata görə planlaşdırılan görüş yüksək vəzifəli rəsmilərin iştirakı ilə keçiriləcək və Birləşmiş Ştatların atacağı növbəti addımlar bu görüşdə müzakirə olunacaq. Mənbənin bildirdiyinə görə müzakirə olunan variantlar arasında İranda anti-hökumət mənbələrinin internet üzərindən daha fəal dəstəklənməsi, İranın hərbi və mülki obyektlərinə qarşı kiber əməliyyatların aparılması, əlavə sanksiyaların tətbiq edəcədə mümkün hərbi zərbələr yer alıb. Bununla belə qeyd olunur ki, bu mərhələdə yekun qərarların qəbul edilməsi gözlənilmir, çünki proses ilkin müzakirə səviyyəsindədir. Qapalı toplantıda Birləşmiş Ştatlar Dövlət katibi Marco Rubio, Müdafiə naziri Pete Hegseth və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri General Dan Keyne'nin iştirakı nəzərdə tutulur. Hadisələrin fonunda hazırda sürgündə yaşayan İranlı şahzadə Rıza Pəhləvi və Birləşmiş Ştatlar prezidentinə müraciət edib. O, Trump'ı İranda azadlıq uğrunda səyləri dəstəkləməyə çağırıb. Pəhləvi bildirib ki, Trump artıq sülhə və şər qüvvələrlə mübarizəyə sadiq lider kimi öz siyasi irsini formalaşdırıb və İranda bəzi insanların onun şərəfinə küçələrin adını dəyişməsi bunun göstəricisidir. Onun sözlərinə görə məqsəd bu irsi möhkəmləndirərək İranın azad edilməsi və iki ölkə xalqları üçün daha yaxşı gələcək qurmaqdır.